Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Milli Elmlər Akademiyasının həqqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, akademik Sidiqə Məmmədovanın anadan olmasının 100 illiyi münasibəti ilə tədbir keçirilib. İlk öncə söz alan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova giriş nitqi ilə çıxış edərək Sidiqə Məmmədovanın elmi və ictimai fəaliyyətindən söz açıb. Alimin gələcək nəsillər üçün bir örnək olduğunu diqqətə çatdırıb. Akademik qeyd edib ki, ölkə rəhbərliyi elm adamlarına daim qayğı göstərərək onları diqqətdə saxlayıb. Bu diqqətə layiq elm adamlarının biri də Sidiqə Rıza qızı Məmmədova idi. Sidiqə Məmmədova öncə Şərəf ordeninə, daha sonra isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülür. Biz öz şərəfli ömrünü, 100 illik həyatının böyük bir hissəsini, təxminən 93 ilini Azərbaycanda elmin, təhsilin, xalqın, millətin inkişafına həsr edən görkəmli alim, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Sidiqə Məmmədovun 100 illik tədbirinə yığışmışıq. Sidiqə xanım doğrudan da elmin tarixində öz sözü olan, öz izi olan alimlərimizdəndir. O, bitki mühafizəsi sahəsində nəinki Azərbaycanda, nəinki keçmiş SSR-də, hətta onun hüdudlarından da tanınan bir alim idi. Çox məhsuldar bir alim olubdu. Onun zəngin bizə elmi xəzinə qoyub gedibdi. 220-dən artıq elmi əsərin, 3 monoqrafiyanın, 5 metodik vəsaitin, çoxsaylı kataloqların müəllifi idi. Daha sonra çıxış edən Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Professor İbrahim Cəfərov akademikin keçdiyi həyat yolundan, elmi təşkilatçı kimi fəaliyyətindən danışıb. Bildirib ki, entomoloq alim ömrünün 60 ilindən çoxunu Azərbaycan elminin inkişafına həsr edib. Professor vurğulayıb ki, onun üçün bilik, elm həmişə yeganə meyar kimi dəyərləndirilib. Sidiqə müəllimə həyat yoldaşı Bəhmən Xəlilovla bir yerdə Azərbaycanda Bitki Mühafizə Məktəbinin yaradıcılarından biridir. Böyük elm və dövlət xadimidir. Azərbaycan əməkdar elm xadimidir. Həm keçmiş SSR dönəmində, həm müstəqillik dönəmində çoxlu sayda təltiflərin müəllifidir və böyük bir məktəbin yaradıcısıdır. Bizim hər birimizin borcu o məktəbin tələbələrindən biri də mənəm. Bizim hamımızın borcu ehtiramla onun əziz xatirəsini yad eləmək və onun qoyduğu işləri davam etdirməkdir. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri akademik Fuad Əliyev Sidiqə xanım Məmmədovanın zəngin irsinin, apardığı tədqiqatların Azərbaycanın aqrar elminin inkişafındakı müstəsna rolundan danışıb. Görkəmli alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhmətin, aqrar elminin inkişafı yolundakı səmərəli fəaliyyətin və möhtəşəm xidmətlərin durduğunu vurğulayıb. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Dasent Zəfər Qurbanov çıxışında qeyd edib ki, görkəmli ictimai xadim, yaradıcı və fədakar alim, bitki mühafizə sahəsi üzrə keçmiş SSR məkanında tanınmış entomoloq, kamil pedaqoq, əməkdar elm xadimi Sidiqə Məmmədova Azərbaycanımızın qəbul etdiyi böyük şəxsiyyətdir. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Naqif Həmzəyev görkəmli şəxsiyyətlərimizin irsini xalqımızın yaddaşında qoruyub saxlamaq və gələcək nəsillər çatdırmaq üçün bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Qeyd edib ki, akademik Sidiqə Məmmədova daim öyrənib, bilik və bacarıqlarını xalq üçün sərf edib. Tədbirdə o da vurğulanıb ki, ömrünün 60 ilindən çoxunu Azərbaycan elminin inkişafına həsr edən entomoloq alimin rəhbərliyi ilə İnstitutda 5 elmlər doktoru, 70-dən çox elmlər namizədi hazırlanır. 2 elmlər doktorunun və 15 elmlər namizədinin rəhbəri və ya elmi məsləhətçisi şəxsən Sidiqə Məmmədov olub.